Teliyün o söz deyir ki, gecə namazı qılmasan da belə, sübhə az qalmış dur, dəstəmaz al, əybi yox, otur çay içkinən, amma Allaha diginən ki, Allah, sənə görə durmuşam, oyağam, namaz qılmasan belə. Bu sözdə böyük bir hikmət var. Məsəl üçün, bu ətrafda baş verən hadisələrə diqqət eləyin, şovlar baş verir. Oxuyurlar, oynayırlar, birisi oynayır, biri giyinir. Bu şovlar istər-istəməz bizə təsir eləyir, eləmir. Baxmasan da belə görürsən, bir təsir qoyur, diqqət elə. O səhərə yaxın bir məqam var. Onda Allah övliyalarının yaxşı mənada şovusu başlayır. Onda onların işi başlayır. Onda onların Allahla münacatı, mülaqatı başlayır. Ola bilsin ki, onun dalğası sənə toxunsun, yaxşı mənada təsir eləsin.